Salam uşaqlar, hər vaxtınız xeyir olsun. 9-cu sinif test toplusundan cümlənin ikinci dərəcəli üzvləri testlərinin izahını yerləşdirək, çəkək yerləşdirək. Birində deyir, zərflik işlənməmişdir. Nümayəndələr Təbriz mehmanxanasında yerləşdilər. Yerləşdilər kim? Nümayəndələr. Harada? Təbriz mehmanxanasında. Yer zərfli idi. Söz birləşməsindən işlənib, istifadə olunub. Çünki bu parçalanmayacaq. Yəni Təbriz mehmanxanası, bura mənsubiyyətdir, bu qeyri-müəyyən yeri halda. Və bu da bütöv cümlə üzvü götürüləcək. Burada işlənib. Axşam gün batanda biz şəhərə çatdıq. Kim? Biz. Haraya çatdıq? Şəhərə. Nə zaman? Axşam gün batanda. Feili bağlama şəkilçisi burada tərkib yaradıb və zərflikdə. Abdullah fərasətli və zirək bir oğlan idi. Oğlan idi kim? Abdullah. Necə oğlan idi? Zirək oğlan idi. Necə? Fərasətli. Burada təyinlər var. Bu cümlədə zərflik yoxdur. Dövrə vururdu. Nə? Qartal. Harada? Yüksəkdə. Burada var. Dünən həmin oğlan yenə bağda nerede oynuyordu? Nerede oynuyordu? Kim? Oğlan. Hansı oğlan? Həmin. Nə zaman oynayırdı? Dünən. Harada oynuyordu? Bağda. Nə zaman? Yenə. Bax, yenə zərfdir, həm də zərflikdir. Burada da işlənib. Deməli, cavabımız oldu C bəndi. Birində zərflik işlənməmişdir. Qələmimizin rəngini dəyişək, biraz da bunu incəldək. Nigar həmişə belə geyinir. Geyinir kim? Nigar. Nə zaman? Həmişə geyinir. Nə tərzdə geyinir? Belə tərzdə geyinir. Bu cür geyinir. İşarə əvəzi idi. Zərf əvəz edib cümlə özü kimi zərflik kimi işlənib. Mahmud axşam kəşfiyyata getdi. Getdi ki Mahmud. Nə zaman getdi? Axşam getdi. Nəyə getdi? Kəşfiyyata getdi. Axşam burada var. Alovun qarşısında güclə. Adlar necə, nə tərzdə güclə. Nəyi? Alovun qarşısını tamamlıqdır. Yəli, mənsubiyyət, təsirlik. Yəni sonrasını təsir qəbul edib. Biz bu hadisəyə baxırdıq kim? Biz. Nəyə? Hadisəyə. Hansı hadisəyə bu? Necə, nə tərzdə baxırdıq? Təəssüflə. Düzəltmə burada zərfdir, zərflik vəzifəsindədir. Onlara təşəkkür etdim. Təşəkkür etdim kimə? Onlara. Burada tamamlıq var və zərflik yoxdur. Mən görmüşəm bu qürbətin dadını cümləsində tamamlıq nə ilə ifadə olunub? Yəni tamamlıq vəzifəsində dayanan söz nədir? Görmüşəm kim? Mən. Nəyi görmüşəm? Qürbətin dadını. Bax, yiyəlik demişəm, mənsubiyyət, ortasına söz daxil ola bilər, amma öz, yəni mənsubiyyətini tapar bir yerdə suala cavab verər. Hansı qürbətin? Bu qürbətin. Deməli burada olacaq cavabımız söz birləşməsi, yəni ismi birləşmə. Üçüncü növ təyini söz birləşməsi. Adamları vahiməyə salan xəbər bir anda kəndə yayıldı. Təyin nə ilə ifadə olunmuşdu? Yayıldı nə? Xəbər. Nə zaman? Bir anda. Nə cür? Haraya? Kəndə. Hansı xəbər yayıldı? Adamları vahiməyə salan. Feili sifət. Feili sifətdə tərkib yaradıb. Feili birləşmə və ya feili sifət tərkibi fərqi yoxdur. Gəlin biraz da qırmızı qələm işlədək. Ayın əfsanəsini mənə nənəm danışmışdı. Tamamlıqlar nə ilə ifadə olunmuşdu? Danışmışdı. Kim? Nənəm. Kimə? Mənə. Tamamlığın biri budur. Kimə? Tamamlıqdır. Nəyi danışmışdı? Ayın əfsanəsini. Deməli, burada olacaq. Burada nənə isimdir, əvəzlik yox, feil yox, əvəzlik yox, feili birləşmə yox. İsmi birləşmə ayın əfsanəsi, bir də nənəm də isim. Təyin hansı cümlə üzvünə aiddir? Eşit bu nəğməni. Eşit bu nəğməmi. Təbriz gözəli. Uşaqlar, Təbriz gözəli xitabdır. Xitab cümlə üzvü deyil, təhlil edilməyəcək. Eşit bu nəğməmi, eşit. Bax, bu xəbərdir, söz sırası pozulub. Eşit xəbər, nəyi, nəğməmi? Hansı nəğməmi bu? Burada bu təyindir. Tamamlığın önündə gəlib də bu nəğmə. Təyin ya tamamlığa aid olar, ya ismi xəbərə, ya mübtədəyə aid olar. Nümunədəki təyin hansı cümlə üzvünə aiddir? Deyir, indi mən çox sözü unutmuşam. Unutmuşam kim? Mən. Nə zaman? İndi. Nəyi unutmuşam sözü? Nə qədər sözü? Çox, xeyli, az.
biraz. Uşaqlar, əgər bunlar cümlədə ismin önündə gəlib say kimi işlənərsə, öz sualını saxlayarıqsa, orada təyin olacaq. Və təyin də sayla ifadə olmuş olacaq. Təyin də burada tamamlığa aiddir. Biri cümlə üzvü kimi yalnız zərfli olur. Uşaqlar, feili bağlama və ya feili bağlama tərkibi. Bu olmur. Ancaq zərfli olacaq. Tamamlıq isimlə ifadə olunub. Qarşılayacaq kim o? Nə zaman? Axşam. Kimi? Bizi. Burada əvəzlikdir. Biz əvəzlikdir. Mən bu kitabı bir neçə dəfə oxudum. Nə qədər oxudum? Bir neçə dəfə oxudum. Nəyi oxudum? Kitabı. Hansı kitabı? Bu. Kim? Mən. Bax, kitabı nəyi? Tamamlıqdır. O da isimdir. Bunlar Eldarın qardaşı göndərib. Göndərib. Kim göndərib? Eldarın qardaşı. Nəyi? Bunları. Əvəzliklə. Rəhbərlik iş birinciləri mükafatlandırdı. Kimi? Beşinciləri daha doğrusu. Kim? Rəhbərlik. Beşinciləri. Beşinci. Şöyle beşinci saydı. Sayla ifadə olmuş tamamlıqdır. Eşidirdik nəyi? Müğənninin oxumağını. Burada olacaq nə? Tamamlıq ismi birləşmə ifadə olunub. Cavabımız oldu D bəndi. Yox, D bəndi niyə götürürəm ki? Bizim cavabımız oldu bu bəndi. Bakı bəndi. Bu. Sonra uşaqlar. Birində tamamlıq əvəzliklə ifadə olunub. İnşallah ki, oxuya biləcəm bunu. Birincilərə yeni dərsliklər paylanmışdı. Nə dərsliklər? Necə yeni? Kimə? Birincilərə. Bu saydı. Məktəblər ağacları cərgə ilə əkdilər. Əkdilər nə tərzdə cərgə ilə? Nəyi ağacları? Ki, məktəblər. Bu mübtədada ağaclar isimdir. Natiq biliklərin çoxunu nəyin çox? Bitkilərin çoxunu tanımırdı. Bu tamamlıqdır və birləşmədir. Bizi darvazanın önündə qarşıladılar. Kimi? Bizi. Bax, bizi tamamlıqdır və əvəzlikdir. Yaxşını pisdən seçməyi bacarmalısan. Nəyi? Yaxşını pisdən seçməyi. Məsdər tərkibidir bu. Hansı cümlədə təyin sayla ifadə olunub? Yəni, cümlənin ortasında bir say var, öz sualını saxlayıb və təyin vəzifəsində işlənib. Hə, uşaqlar, deyir ki, təyin sayla ifadə olunub. Bu söhbəti niyə çoxdan demirdin? Burada hansı söhbəti? Bu. Burada təyin əvəzi ilə ifadə olunub. Elə dostdan kim inciyər? Kimdən dostdan? Hansı dostdan? Elə. Burada təyin əvəzi ilə ifadə olunub. Üçüncü bölük dayanmışdı. Dayanmışdı kim bölük? Hansı bölük? Neçənci? Burada sıra sayıdır və təyin vəzifəsindədir. Cavab olacaq C bəndi. Birində zaman zərfliyinin əlavəsi var. Zərfliyin əlavəsini ikinci dərəcəli üzvlərin içərisindən niyə gətirib veriblər? Maraqlıdır. Çox əlavəni keçməyib baxaq. İndi onlar mağaradakılar dərin yuxuya getmişdi. Kim? Onlar, yəni kim mağaradakılar? Burada mübtədanın əlavəsidir. Yuxarıya, çayın başladığı yerə qədər gedib çıxmışdılar. Haraya gedib çıxmışlar? Yuxarıya. Yəni haraya? Çayın başladığı yerə qədər. Yerə qədər. Onu çoxdan uşaqlıq illərinə tanıyır. Yuxarıya qədər. Burada əslində qoşmalı sözün aslı tərəfindədir. Çoxdan tanıyırdı. Nə zaman tanıyırdı? Uşaqlıq illərindən. Bu cavab C-dir. Burada qoşmalı birləşmədir. Bu tərəflərə Borçalıya yolumuz düşsə, zaman zərfliyini demişdi. Hə, burada yer zərfliyidir. Cavab burada olacaq C variantı. Məktəbimizin həyətində geniş idman meydançası var. Var nə? İdman meydançası. Necə geniş? Harada? Məktəbimizin həyətində. Xətt çəkilmiş söz birləşməsi hansı cümlə özvüdür? Yer zərfi idi. İsmi birləşmə ifadə olunub. Hansı cümlədə ikinci dərəcəli üzv qeyri-müəyyən əvəzliklə ifadə olunub? Yeni dərsliklər bizim üçün gətirilmişdi. Gətirilmişdi nə? Dərsliklər hansı yeni? Kim üçün? Bizim üçün. Yəni əvəzlik qoşma ilə işlənib bərabər ikinci dərəcəli üzvü tamamlığı formalaşdırıb. Cavab elə A variantıdır. Qeyri-müəyyən əvəzliyi ilə işlənib? Yox, əstəğfurullah. Bu şəxs əvəzliyidir. Hamı bilir. Bilir kim hamı? Burada mübtəda baş üzvü
qeyri-müəyyən əvəzliklə ifadə olunub, bunu götürməyəcəyik. Nərgiz həmin kitablardan almışdı. Kim? Nərgiz. Nədən? Kitablardan. Hansı? Həmin. Burada da təyin işarə əvəzinə ifadə olunub. Belə söhbətlərə heç vaxt maraq göstərməzdi. Nəyə? Söhbətlərə. Hansı? Belə. İşarə əvəzinə ifadə olunub təyin. Əzizdir kimə? Hər kəsə. Vəssalam. Qeyri-müəyyən əvəzlik burada tamamlıq vəzifəsində. Zərfli işlənmiş cümləni müəyyən edirik. Uşaqlar, Səbinə gəldi. Kim Səbinə? Gecikmişdi, ancaq köməkçidir. Yox, zərfli işlənməlidir burada. Müəllim ona sual verdi. Sual verdi kim müəllim? Kimə? Ona? Yoxdur. Yoxdur nə? Kitab. Kimdə? Aydında. Burada da yoxdur. Arzuluyuram nəyi? Xoşbəxtliyi. Kimə? Sənə. Burada da yoxdur. Baxırdı kim? Fərid. Kimə? Uşaqlara baxırdı. Nə tərzdə baxırdı? Göz ucu baxırdı. Burada zərflik var. Cavab E variantıdır. Zərflik cümlədə hansı üzvü izah edir? Zərflik daha çox xəbəri izah edəcək. Təyin hansı cümlədədir? Gülnar el mahnılarını gözəl oxuyur. Kim Gülnar? Nə tərzdə oxuyur? Gözəl. Burada zərflik vəzifəsindədir. Nəyi? El mahnılarını. Burada da bu tamamlıqdır. Təyin yoxdur. Maraqlı idi. Nə? Dərs. İdi nəyə qoşulub? Xəbər olacaq. Şagirddir kim? Sevil. Necə? Əlaçı. Burada isim, əlaçı ismi təyin vəzifəsindədir. Sadiq iclasda danışdı kim? Sadiq. Harada iclasda? Nə tərzdə danışdı? Cəsarətlə. Bu zərflikdir. Cavabımız C-dir. Tamaşa müvəffəqiyyətlə oynanıldı. Nə? Tamaşa. Nə tərzdə? Bu da zərflikdir. Baxırıq bura. Sonra nümunədə təyin nə ilə ifadə olunmuşdu? Xəritəyə baxdım. Qanadlarını gərib yerə qonmaq istəyən qartal kimidir Azərbaycanım. Azərbaycanım hara qartal kimidir? Qartal kimidir xəbər. Hara? Azərbaycanım. Necə qartal kimidir? Qanadlarını gərib yerə qonmaq istəyən. Təyin olacaq burada. Cümlədə təyinin ifadə vasitəsi, daha doğrusu uşaqlar, təyinin ifadə vasitəsi fe'li sifət tərkibidir. A variantı. Gəlirik, cümlədə təyinin ifadə vasitəsini müəyyən edirik. Zəhməti sevən adam. Möhtac olmaz. Nəyə? Kimə? Başqasına. Kim? Adam. Hansı adam? Zəhməti sevən. Zəhmət sevən fe'li sifət tərkibi. Təsiri halda olan tamamlıq işlənmişdir. Maraqlı idi nə? Onun fikirləri. Bu ədatdır. Mənəvi gözəllik insanı daim ucaldır. Ucaldır nə? Gözəllik. Hansı? Mənəvi. Kimi? İnsanı. Təsiri halda olan tamamlıq bəli. Budur. İnsanı. Cavab B variantıdır. Çox gəzən çox bilər. Zərfliyin hansı məna növü işlənmişdir? Bilər. Nə qədər bilər? Çox. Nə dərəcədə? Kim? Çox gəzən. Bu bunun tərkibindədir. Bu isə daha doğrusu miqdar zərfidir. Tərz yox, kəmiyyət zərfidir. Təyin işarə əvəzi ilə ifadə olunmuşdur. Həmin hadisə onun yadından çıxmamışdı. Bax, onun yadından çıxmamışdı. Frazeoloji ilə bərabər. Nə hadisə? Hansı? Həmin. Həmin işarə əvəzidir, təyin vəzifəsindədir. Hansı cümlədə təyin işlənib? Xalqımız sənətkarlarını ehtiramla necə nə tərzdə zərflikdir? Sənubər xala uşağı mehribanlıqla dindirdi, zərflikdir. Yayın bürkülü havası adamı darıxdırırdı. Nə? Yayın havası. Bu təhlil edilməyəcək, mübtədadır. Kimi adamı burada təyin yoxdur. Alimdir kim? Rövşənin babası. Necə alimdir? Tanınmış. Bax budur. Cavab D variantıdır. Deməli, təsirləndirdik kimi? Məni. Nə? Əsərin sonluğu uşaqlar. Nikbini təhlil etməyəcəyik. Əsərin sonluğu bir yerdə gedəcək. Burada yoxdur. Hansı cümlədə ismi birləşməli ifadə olunmuş tamamlıq işlənmişdir? Ayşən nənəsinin nağıllarını sevirdi. Sevirdi kim? Ayşən. Nəyi? Nənəsinin nağıllarını. İsmi birləşməli ifadə olunmuş tamamlıq A variantıdır. Mənim onları görmək arzum puça çıxdı. Puça çıxdı. Nə? Mənim arzum. Bax, mübtədadır, isim birləşmədir.
Biz vətənə vicdanla xidmət etməliyik. Xidmət etməliyik. Kim? Biz. Hara? Vətənə. Nəyə? Vətənə. Necə, nə tərzdə vicdanla? Yaradıcı əmək olan yerdə xoşbəxt həyat var. Var nə? Həyat. Necə xoşbəxt? Harda? Yerdə. Hansı yerdə? Yaradıcı əmək olan bu təyindir, bu zərflikdir. O keçmişi yada salıb uşaqlığından danışmağa başladı. Danışmağa başladı. Kim o? Necə danışmağa başladı? Keçmişi yada salıb, nədən? Uşaqlığından. Bu tamamlıq sadəcə isimdir. İsim ifadə olunur. Təsiri halda olan tamamlıq işlənmiş, müharibənin ağır və əzablı dəhşətləri yaddan çıxmırdı. Yaddan çıxmırdı. Nə? Müharibənin dəhşətləri. Mübtəda, xəbər. Gözləri qarşısında doğma vətəni canlanırdı. Nə? Vətəni. Vətəni. Necə? Doğma. Harda? Nədə? Gözləri qarşısında. Bu birləşmədir. Onlar boşqabları süfrəyə düzdülər. Düzdülər kim onlar? Nəyi boşqabları? Elə budur. Təsirli hal tamamlıqdır. Tərpəndi. Necə? Nə cür? Cəsarəti. Kim? Şamil. Kimdən? Hamıdan cəsarəti, daha doğrusu bir yerdə zərfə gedəcək. Gənclərimiz sağlam düşüncə sahibi olsunlar. Nə sahibi olsunlar? Daha düşüncənin sahibi olsunlar. Necə sağlam? Kim gənclərimiz? Bu da ki, ədatdır. Cavab oldu C bəndi. Belə uşaqlar, 25 dənəni izah etdim. Davamını inşallah yerləşdirəm.